Bu videomuzda biz eynək reseptinin incələnməsinə gələk. Mən keçən videoda bəzi eynək resept incəliklərinə də toxunmuşdum. Amma burada mən istərdim ki, bizim izləyicilərə burada nə yazıldığını açıqlayım ümumiyyətlə. Deməli, eynək reseptində hamınız gördüyünüz kimi O, D və OS işarələri var. O, D sağ gözdür, oculus dextrus, oculus sinistrum, OS isə sol gözdür. Burada refraksiya aparılarkən onun sferik tərkibi var və silindrik tərkibi var. Yəni silindrik, yəni astigmatik tərkibi var və orada AX işarəsi var. AX işarəsi isə o silindrik hissənin istiqamətini göstərir, yəni dərəcəsini göstərir, bucaq dərəcəsini göstərir. Əlavə olaraq orada deyək ki, prizma işarəsi ola bilər. Əlavə olaraq orada adidasiya göstərilə bilər. Bunları mən deyək ki, resepti yazarkən sizə göstərəcəm. Belə bir şey deyim ki, uzağa sferik və silindrik hissəsi yazılıbsa və üstünə əlavə oxumaq üçün əlavəmiz gəlirsə, adidasiya gəlirsə, yaxın görmə reseptində də həmən silindrik hissəsi itməməlidir. Biz çox qarşılaşırıq eləçinə reseptlərlə, amma o düzgün deyil. Həmən o silindrik hissəsi itməməlidir. Uzağı silindr hissəsi 0,5 dioptriyadırsa, onun sfera silindrik ekvivalentlə ayrıca eynək düzəlirsə, orada bəli, biz nəzərə almaya bilərik. Amma sfera silindrik ekvivalentini təmin etməliyik o zaman. O ki, qaldı prizmalara. Prizmalarda da biz diqqətli olmalıyıq. Bəli, çox vaxt reseptlərdə prizma iki gözə də verilir. Yəni, yarı bölünmüş, deyək ki, 10 prizmadırsa, hər gözə 5 prizma da verilə bilir. Amma bəzən disparantlıq pozulubsa, o zaman biz prizmanı qeyri-mütənasib hissələrə bölə bilərik. Amma yenə də o biraz qəliz reseptlərdədir. Bizim izləyicilərə o qədər çox maraqlı olmaz. Bu biraz mütəxəssislərə aiddir. Yəni, reseptdə bunlar göstərilməlidir. Ondan başqa, belə deyək, həkimin tövsiyəsi ola bilər. Multifokal linza lazımdırmı? Deyək ki, incəlmiş linza haqqında tövsiyə verə bilər. Antiblik örtüyü barədə tövsiyə verə bilər, amma antiblikin yəni də incəlikləri var. O incəliklərini əslində reseptdə o əks olunmur. Reseptdə adətən biz çox vaxtı görürük, PD ya DP ya DPP işarələri verilir. Deyək ki, PD pupil distance ya DP distance pupil işarələr olur. Baxır hansı ölkədən gələn resepti ya hardan götürülübdür o reseptin əsası. Bir də var DPP, distance per pupil. Nə deməkdir? Deməli, burun çəpərindən göz bəbəyinə, hər tərəfə olan məsafədir. Misal üçün, reseptlərin çoxsunda DP ya PD yazılır, məsafə toplam olaraq verilir. Amma toplam olaraq məsafə o qədər də xoşa gələn deyil. Niyə görə? Ona görə ki, insanın, misal üçün, asimetriyası ola bilər gözlərin yerləşməsində və ya burun çəpərinin əriliyində asimetriya olur. O zaman, misal üçün, 64 yazılıbsa, o 64 mütənasib qaydada bölünmür. Çəpər əriliyi varsa, bir gözü 30, bir gözü 34 ola bilər. Daha yaxşı olardı ki, misal üçün, resept yazılarkən hər gözə ayrı-ayrı məsafə, burun çəpərindən ayrı-ayrı məsafə ölçülsün və reseptdə həmən o məsafə qeyd olunsun. Bəzən görürsünüz ki, reseptdə yazırlar 64, yaxın üçün 62. O da düzgün sayılmır. Ona görə ki, uzaq görməklə yaxın görmədə fokuslananda gözlərimiz biraz yığıldığına görə hər göz adətən 2 mm yığılır. Heç bir patologiya yoxdursa, yəni problem yoxdursa, yığılır və hər uzaq məsafədə olan pupildan,
deyək ki, məsafədən 2 mm çıxılıb yaxına təxminən 4 mm fərqlə verilir. Mən niyə bunların hamısını deyirəm? Artıq oxuyucularımız əllərinə mütəxəssis tərəfindən resept aldığında bir yoxlasınlar ki, bütün bu göstəricilər düzgün doldurulubmu reseptdə, yoxsa düzgün əks olunmuyub. Bəzən düzgün əks olunmursa, optikalar üçün də çətin olur. Biz məlumatın digər hissəsini axtarmalı oluruq, ya özümüz təyin etməli oluruq. Amma dolğun resept gələndə optikaçıların da işi daha rahat olur və pasiyentin də yaxşı eynək almasına bir yol kimi hesab edə bilərik. Yəni, resept özündə həm də ki, hansısa, misal üçün, optometrist müayinə keçirərkən müəyyən bir patologiyalar aşkar edibsə, o reseptin özündə həmən qeydə aparmalıdır. Misal, kataraktası ola bilər, qlaukomanı aşkar edibsə və ya simptomlarını görübsə, onu qeyd etməlidir. Başqa göz xəstəliklərinin, misal üçün, görmə sahəsinin daralmasıdır və ya pozulmasıdır. Bunların belə bir patologiyalar aşkar edibsə, mütləq eynək reseptində onu qeyd etməlidir və həmən patologiyalar varsa, mütləq olaraq oftalmoloqlara daha dərin müayinələr üçün göndərilməlidir. Yəni, bu resept olaraq bu qədər.